Bu günlərim qəhrəman şəhidimiz Mehman Qəmbərovun cənnətə qovuşmasından 5 il ötür. Ağdam rayon icra hakimiyyətinin nümayəndəsi və Bərdəmizin rayon icra hakimiyyətinin nümayəndəsi və Bərdəmizin 44 günlük vətən müharibəsinin ilk şəhidi Zeynalov Turqudun atası buradadır. Mən çox istərdim ki, onların da məhz şəhidimiz haqqında fikirlərini öyrənək. Buyurun Fikret əmi. Allah qərin rəhmət etsin şəhidlərimizə. Büyük Mehman müəllimin 5 illiyi deyə görüşmüşük. Mən həmişə qürurla bu şəhidləri yad eləmişəm. Bu gün də qürurla yad edirəm. Mən həm də fəxr edirəm ki, bizim belə də zabitlərimiz olub. Samir müəllimlər kimi 2 dənə Samir müəllim, elə Bərdəninki də, Ağdamda da bizi yetərincə təmsil edirlər. Allah bunlara can sağlığı versin. Bunlar da yalorun üstündə, uzun yalorun üstündə olmuş adamlardır. İkisi də, biri polkovnikimizdir, biri də elə Gizirim, bəli. Biri də bəli, ikisi də bizim vətənimizi qoruyan oğlanlardır. Onlar da bizim həmişə müdafiəmizdə dururlar, həmişə bizim bölümümüzdədirlər, həmişə bizi yad edirlər, bizim şəhidlərimizi yad edirlər. Allah onlara can sağlığı versin ki, onlar bugünkü günə qədər bizi boşlamırlar. Yəni ki, onlar bu vəzifədə işləməsələr də həmişə bizim yanımızda olası adamlardır. Allah onlara can sağlığı versin, Quliyev Mehmana da qəni rəhmət etsin, cəm şəhidlərimizə rəhmət etsin. Çox sağ olun, mən də bugün artıq 5-ci il dönümüdür qələbəmizin. 3 gün bundan öncə biz anım günü qeyd elədik ümumi ölkə üzrə bütün rayonlarımızda və anım günü ilə bərabər mən həmin günü qürur günü adlandırıram. Çünki bizim bu qəhrəman oğullarımız hər biri, yəni bu gün onların hər birinin ruhu şaddır. Ona görə ki, bu gün onların işğaldan azad etdiyi torpaqlarda ikinci quruculuq işləri davam elətdiririk və xatırladım ki, 3 gün bundan öncə Cənab Ali Başkomandan Gəncə şəhərində şəhidlərin abidəsinin açılışı zamanı orada həmin o ermənilərin atdıqları raket nəticəsində həm atasını, həm anasını itirib və nənəsini itirmiş o 10 yaşlı, 7 yaşlı Nilay Bala ilə ona göstərdiyi diqqət, qayğı, nəvaziş bizim üçün nümunədir və onun Cənab Ali Başkomandanın rayonlara, ölkəmizdə hər bir struktura təyin etdiyi şəxslər də bizim bütün şəhidlərimizə, qazilərimizə diqqət və qayğısı göz önündə. Mən bu günlərim həqiqətən də biz xiyabana gələndə nə qədər o kədər, hüzün hiss eləsək də bir o qədər də qürurla, fəxrlə gelirik. Çünki bu gün Xocalı'nın qısası alınıb. Bu günlərim bizim Əliyalın, Ayaqyalın, oradan dərgin düşmüş qaçqınlarımız artıq öz dədə-baba yurtlarına köçüblər. Orada artıq onların ocaqları yanır. Onların artıq orada universitetlərimizdə tələbələrimiz, məktəblərdə şagirdlərimiz təhsil alır. Bu qəhrəman oğullar ona görə şəhid oldular ki, həmin torpaqda heç bir zaman düşmənin ayağı altında qalmasın. Bəli, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların valideynləri şəhidlərimiz qədər qəhrəmandır. Çünki o qəhrəmanları formalaşdıran, yetişdirən, onları o vətənpərvər ruhda böyüdən həm valideynlər, həm onların müəllimləri olmuşdur. Bir daha Allah Taala ordumuza, xalqımıza, millətimizə müharibə göstərməsin. Allah Taala Cənab Ali Başkomandanı qorusun. Yeni inşallah nailiyyətlər, uğurlar əldə edək. İnşallah tarixi dədə-baba torpaqlarımız olan Zəngəzur, Göyçə mahalını isə inşallah sülh yolu ilə, danışıq yolu ilə biz inanırıq, bilirik ki, orada da bizim orada öz tarixi torpaqlarımıza qayıdacağıq. Bir daha Allah Taala'dan xalqımızın birliyinin heç bir zaman pozulmasın. Çox sağ olun ki, bizim media işçilərimiz də daimi şəhidlərimizi təbliğ edirlər. Daimi bizim hər hansı bir çatışmamazlığımız olanda onu işıqlandırırlar ki, yəni ümumiyyətlə insan olan yerdə problemlər ola bilər, çatışmamazlıqlar olar. Əsas odur ki, biz bir-birimizin yanında olaq, onu düşməni sevindirməyək, həmin çatışmamazlıqları aradan qaldıraq. Minnətdarımı bildirəm. Bütün Fikret əmi, siz başda olmaqla bütün şəhid ailələrinə, Zahir müəllim çox sağ olsun. Həmişə istər şəhidlərlə bağlı, istər hər hansı bir çatışmamazlıqlarla bağlı, həmişə rayon rəhbərliyinin, rayon ictimaiyyətinin yanındadır. Mən bir daha hər birinizə öz minnətdarlığımı bildirir. Allah Taala'dan səbir diləyir. Samir müəllimin də eşitmək istəyərdik. Allah bütün vətən uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Bugün 44 günlük vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan Qəmbərov Mehman qardaşımızın məzarı başındayıq. Bugün onun 5-ci il dönüm münasibəti ilə ailəsinin yanındayıq. Bütün şəhid ailələri ilə, rayon ictimaiyyəti ilə birlikdə. Mehman Azərbaycan ordusunun zabiti olaraq xidməti dövründə qazandığı təcrübəni öz əsgərləri ilə bölüşərək, öyrədərək
Vətən müharibəsində həmin təcrübədən yararlandı. Və Mehman Briqada komandirinin müavini kimi Vətən müharibəsi dövründə xidməti vəzifələrini icra edirdi. Amma öndə olaraq, öz əsgərinin yanında olaraq döyüş tapşırıqlarının icrasında fədakarlıq göstərdi. Söz yox ki, hər birimiz Azərbaycan ordusunun hər bir zabiti, hər bir əsgəri öz ali baş komandanının, sərkərdəsinin əmrini yerinə yetirmək üçün qanı canı bahasına vuruşdu. Və bu fədakarlığın, şücaətin sayəsində torpaqlarımızı düşmən tapdağından azad etdik. O torpaqlar qarış-qarış azad olunduqca Cənab Ali Baş Komandan hər dəfə, hər gün televiziyada mətbuat vasitəsilə çıxışında hansısa rayonun, hansısa kəndin, qəsəbənin adını çəkdikcə ki, həmin torpaqlar azad olunub, xalqımızda bu ruh yüksəkliyini daha da artırdı. Və Mehman kimi minlərlə qəhrəman vətən övladının, vətən oğlunun şücaəti sayəsində biz bugün ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etdik. Bugün dünənə qədər belə deyim, Azərbaycana yuxarıdan aşağı baxanlar bugün Azərbaycana qibtə edirlər. Çünki döyüş meydanında zəfər çalmaq, qələbə qazanmaq, belə bir qısa müddətdə nailiyyətlərə nail olmaq hər bir dövlətə mənsub olmur. Bugün hamımız şahidiyik ki, dünyada gedən prosesləri izləyirik, böyük hegemon güc dövlətləri illərdir başladığı müharibəni bitirə bilmir, heç bir nəticədə əldə etməyiblər. Amma biz Azərbaycan əsgəri olaraq nəyin uğrunda döyüşdüyümüzü bilirdik. O torpaqlar bizim əzəli əbədi torpaqlarımız idi, dədə-baba yurdumuz idi və biz o torpaqları qayıtmalıydıq, düşmən tapdağından azad etməliydik. Bugün bayaq Samir müəllim də qeyd elədi, həmin torpaqlarda aparılan işlər, abadlıq, quruculuq işləri, o torpaqlara gedən qayıdışlar, dünənə qədər o məcburi köçkün statusunda olan həmvətənlərimizin, soydaşlarımızın o torpaqlara qayıtması bizim xalqımız üçün bir qürurdur. Allah bu qüruru xalqımıza yaşadan şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun.